Belə, qardaş da bəyəndi və Findix Pro modelini götürdü. Düzdür, hər kəs öz büdcəsinə görə yenə deyirəm, amma alan taramalara, dostlar, alan taramaların işinə heç kəs şübhə eləməsin. Düşünəcəksiniz ki, bəli, ay nə bilim, turba parçasıdır, dəmir parçasıdır, dostlar. Lapatka da dəmirdəndir, bu da dəmirdəndir, dostlar. Yəni, hərəsinin özünə məxsus öz iş prinsipi var. Baxın dostlar, mən bundan lapatka kimi qaza bilməyəcəm, o da bunun işini görə bilməyəcək. Yəni, hər hansı bir əşya, hansısa bir materialdan düzəlməlidir, sözsüz ki. Amma onu da deyim ki, nəticə olan bir əşyaya pul vermək olar. Yəni, nəticəsi varsa, iş görürsə, pul verməyə dəyər. Qiymətlər dostlar 650 manatdan başlayır. AD003 modelidir. Səhifəyə keçid edin, baxın, görəcəksiniz ki, həqiqətən də nəticəni görəcəksiniz. Baxın, yenə deyirəm dostlar, bu hissəni açıb, indi mən sizin bu hissəni açacağım. Baxın, bu hissəni açıb, bu hissə ilə də gəzə biləcəksiniz, belə də gəzə biləcəksiniz. Belə ayrı effekt verir dostlar. Bütöv halda ayrı effekt verir. Və bunu açıb, bununla gəzsəz, bu başqa bir effekt verir dostlar. Baxın, indi burada mən sadəcə ön hissəsini dəyişib sizə göstərdim. Amma burada bir modlar da var. 3 dənə də fərqli modlar var dostlar. Hər 3 moda görə yəni tapıntılar da fərqli olur. Çox maraqlısı orasındadır ki, yəni baxın, məsələn, biz detektordan yenə deyirəm dostlar, bu qədər məsafəni gəzmək üçün bizə nə qədər vaxt lazımdır ki, biz qarış-qarış gəzək. Amma o məsafəni biz gediriksə, baxın, mən sizə yenə göstərəcəm. A nöqtəsindən B nöqtəsinə gedəcəm. Əgər burada təpki verməyəcəksə dostlar, hər hansı bir yerə dönməyəcək dostlar. Baxın, sumka buradadır. Sumkanın yanından həmən bu kolları görürsünüz burada. Baxın, bu istiqamətdə kollar tərəfə gedəcəm. Baxa görək bizə nə istiqamət verəcək və nə göstərəcək dostlar. Gəldim mən B nöqtəsinə. Tamam. Uzağa getmək istəmirəm. Çünki bu istiqaməti mən detektordan yoxlayacağım. Yenə də gedirəm detektor istiqamətinə dostlar. Əgər burada bir metal varsa, yenə deyirəm, burada bir metal varsa dostlar, bizə bir istiqamət yönələcək. Tamam. Mən cihazı qoydum burada. Düşünün ki, bəli, dedik, turba parçasıdır, filan şeydir, bəsmən şeydir. Hər kəs öz bildiyin deyəcək dostlar. İndi mən Skora 3 modelini yandırıram. Həssasiyyətin dostlar 10 səviyyəsində saxlayacağım. Kilogersi 15'dir. Torpaq ayarı isə avtomatika buraxacağım və yoxlayacağım. Görək dostlar, hər hansı bir gedib gəzmişdik də. Məsələn, kimsə deyəcək ki, şey yox, o nə bilir, nə bilim nədir, filan şeydir, bəsmən şeydir. Min cür hoqqalardan keçən insanlar var da, bilirsiniz yəqin ki. Baxın, əgər bu istiqaməti mən gəzdim, gəldim həmən bu kolun yanına kimi. Dostlar, fikir verin, oradan bura kimi gəldim. Hər hansı bir siqnal var idi dostlar? Yox idi. Yəni, metal olmayan yerdə o dönməyəcək dostlar. Amma torpağın üst qatındakı olan metalları biz saymırıq dostlar. Çünki torpağın üst qatında olan metalları getməyəcək alan taramalar. Ancaq torpağın altında qalmış və torpaqdan təmas olmuş metalları görəcək. Baxın dostlar, 1 metrə yarım, 2 metrədə bu tərəfə gəldim. Oradan bu tərəfə gəldim, metrə yarım, 2 metrə. Gördüyünüz kimi bayaq orada qalmışdım. İndi isə burada qalmışam. Yəni bu istiqamətdə 3-4 metrə ərazidə heç nə yoxdur dostlar. Yəni əgər olan yerdə səs verəcək. Gedək bəlkə də bir alan tarama ilə bir yer təsbit edək. Həmən yerə baxaq. Düzdür, burada dostlar vardı, çəkiliş eləmişəm, amma açmamışam buranı. Cihaz siqnal verdi. Bir də yoxlayaq, görək bu formada, yəni Araz detektorun Golden Snake Pro modeli bu formada görək hansı təpkini verəcək. Amma mən sizə bunu belə deyim. Bir də nə edəcəm burada? Belə göstərəcəm. Bir dəqiqə, rahat deyil tutmaq deyə. Modları dəyişəcəm. Bu moda qoyacağım. Səbirli olsanız, biraz səbirli olsanız dostlar. Modu dəyişim ki, daha həssas olsun və gedən zamanda bizə yaxşı istiqamət versin. Baxın dostlar, mən istifadə edə bilirəm deyə həssas modlar saxladım. Əl tutma qabiliyyəti də dostlar fərqli olacaq. Bax, burada tutacaqsınız, ayrı formada işləyəcək. Belə tutacaqsınız, ayrı formada işləyəcək. Və tutduğunuz zaman da nətər istifadə edəcəksiniz, onu görəcəksiniz sözsüz ki. Fikir verin, gedirəm buradan. Gördüyünüz kimi döngə verdi buradan tərəfə. Baxın, indi gedirəm buradan döngə verdi bizə, düzdür? Mən də buradan belə gedirəm dostlar.
döndərdi bu tərəfə dostlar. Baxın, indi buradan keçirəm. Düz bu istiqamətdə metal var. Burada da var, orada da var. 2 dənə istiqamətdə var dostlar. Görək bizə nə deyəcək burada. Gördünüz? Döndü. Keçdim bu tərəfə. İndi əldə tutmaq rahat deyil deyə. Yəni bu formada bir də bu tərəfdən vuradım. Göstərək nətər olacaq dostlar. Döndü. İndi gəlin dostlar buranı yoxlayaq. Görək həqiqətən də orada hər hansı bir metal var yoxsa yoxdur. İndi düzdür, mən bunu dəfələrlə yoxladım. İnanmadıq. Qardaş da yəni heç bacarmırdı, götürdü, çox yerlər tapdı. Baxın, burada siqnal yox dostlar. Cihazı bir də göstərirəm. Torpaq ayarını avtomatika buraxdım və həssasiyyəti neçədir? Onda saxlamışam. Maksimum 15-ə qədərdir. Birinci moddadır. Bütün metallar açıqdır. Qara metallarda baxın açıq saxlamışam. Bütün siqmentlər açıqdır. Görək nə siqnalı verəcək dostlar. Baxın. Çəkir ucu. Baxın. Buradakı dərindədir dostlar. Mən burada 1 rəqəmini, 1-2 rəqəmini bağlayıram. Görək 1-2 rəqəmini bağlayandan sonra baxın dəyərli siqnal verir bizə. Bir də burada tutmuşduq dostlar siqnalı. Aha. Bəli. Yer nahamardır dostlar. Yəni hündürdə belə, hündür alçaq yerlərdə bu formada. Yəni bir tərəfli dağ yeri də belə olacaq. Baxın görürsünüz dostlar. Rəqəm də qəşəng rəqəm verir. Bu territoriyada dostlar ancaq patron çıxır. Qızıl yoxdur dostlar. Qızıl olsaydı, nə bilim valla, burada qızıl yoxdur. Bəlkə də elə yer, bəlkə bu ağacın dibində qızıl var dostlar. Məsələ orasındadır. Amma yenə deyirəm, əgər əlində bir alan tarama varsa, mütləq onu istifadə edib və onun nəticəsini görmək üçün gərək nə edəsən, hərəkət edəsən. Bəli, bu AD003 modeli dostlar. 3 modlandır.